değerli şagirdlər, bugün sizə 14 dekabr 2025-ci ildə OTK 9-cu siniflər üçün keçiriləcək buraxılış imtahanının riyaziyyat mövzularını qeyd etmişəm. Natural ədədlər, adi molla kəsrlər, çoxluqlar, nisbət tənasüb faiz, həqiqi ədədlər, rasional ifadələr, yəni bir hədlər, çox hədlər, eyni zamanda çox hədlərin qruplara ayrılması mövzularından suallar düşəcək. Kvadrat köklər, kökaltı ifadələr, hesabı köklər, bir dəyişənli tənliklər, eyni zamanda kvadrat tənliklər, yəni bu dərsliyin alt başlığındadır. Kvadrat tənliklərdən də suallar düşəcək. Demək ki, riyaziyyat mövzularımız natural ədədlərdən kvadrat tənliyə olan bütün mövzuları, suallar görə biləcəksiniz. Həndəsədən isə yəni də 3 mövzumuz var. Həndəsə əsaslandaşları 3 bucaqlardan bir də çevrədən. Təbii ki, 3 bucaqların bütün növlərindən sual görə bilərsiniz. Həm bərabər yanlı, bərabər tərəfli, düz bucaqlı 3 bucaqlardan suallar görəcəksiniz. Hər birinizə 14 dekabr imtahanı olar arzulayıram. İmtahanda yaxşı hazırlaşın, yaxşı nəticələr əldə edin. Sağ olun.